Salam, möhtərəm həmvətənlərimiz, hər vaxtınız xeyir olsun, əziz leriklər. Bir neçə gündür artıq biz Lerikin İnkişafına Dəstək Qrupunun informasiyalarını, onun yaranmasının tarixini, məqsədləri, onun zəruriyyəti, kimlər tərəfindən idarə olunmasına haqqında məlumatlar veririk. Bugün də istəyərdik ki, deməli, bu qrup əslində bizə nələri vəd edir və bizə nələri bəxş edə bilər və nələrdən qoruya bilər. Əziz həmvətənlər, ilk növbədə onu sizin nəzərinizə çatdırım ki, bu qrupun üzvləri yetkil şəkildə məsuliyyətini bir araya qoysalar, bizi aramızda dostluq, mehribançılıq əlaqələrin yaradacaq və bizi o mühitdə formalaşdıran bizim üçün gənclər yetişdirəcək. Əlavə olaraq onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz dünyanın indiki gedişatında, dünyada bir çox fəsadların tuğyan etdiyi bir zamanda, ələlxüsusda bu təsirə məruz qalan gənclərimizi qoruya bilərik. Yəni, bu qrupun, insanların əsas fikri odur ki, normal gənclik yetişsin. Dünyada baş verən bütün o fəsadlar ki var, ilk növbədə gəncliyi əzir, gəncliyi aradan aparır, gənclərimizi məhv edir, onun qarşısını almaqdır. Və biz əgər burada öz məsuliyyətimizi diqqətlə yerinə yetirsək, o fəsadlardan demək olar ki, öz gələcəyimizi qoruyarıq. Bununla bağlı gənclər üçün xüsusi bir qrafa var ki, Lerikin İnkişafına Dəstək Qrupu demək olar ki, öz məqsədlərin ən ali ünvanını ona yönəlmişdir. İnsan resurslarının inkişafı gənclərimizin yetişməsidir. Yəni, biz əgər öz məsuliyyətimizi dərk etsək, biz gənclərimizi fəsaddan qoruyaraq inkişafa apara bilərik və onların gələcəyini ağıllı, dinamik bir ölçü ilə eyni zamanda onları növbəti gənclərin yetişməsi üçün bir mərhələyə gətirib çıxarda bilərik. Bu qrup bizim kəndlərimiz arasında müxtəlif icmalar mövcuddur. O icmalar arasında əlaqələri bərpa edəcək və o icmalar arasında bir rentabellik ortaya qoyacaq. Və eyni zamanda onlar arasında bir rəqabət mühitin yarada bilər. Məsələn, hər hansı bir kənd götürək. Lerikin məsələn bir kəndi baxar o biri kəndə, o insanları etdiklərini öz kəndlərinə, öz məhəllələrinə, öz yaşadığı ünvanlarına tətbiq edərlər. Misal olaraq, küçələrin işıqlanması, su problemindən əziyyət çəkən insanlarımızı o suyu təmin etmək, hər hansı bir infrastrukturda bir yenilik etmək lazımsa onu etmək, ayrı-ayrı kəndlərdə xeyirşər evlərin bərpasıdır və demək olar ki, bu abadlıq işlərində bu insanlarda bir-birinə bir həvəs yaranacaq və biz elə bir ki, sanki bu tənbəlliyi aradan qaldırarıq və həm də bizim dünyanın başqa yerlərində, yəni həm ölkəmizin başqa kənd və şəhərlərində yaşayan insanlar, hansı ki bizim həmvətənlərdir, həm də dünyanın müxtəlif ölkələrində onlar
yaşayırlar, amma istəyirlər ki, bir faydaları dəysin doğma vətəninə. Bunun üçün onlarda bəzi vaxtı fiziksel olaraq imkanlar olmur, gəlib iştirak edə bilmirlər. Amma bizim bu qrupumuzun şəffaf apardığı şəffaf o işlər onlara imkan verəcək ki, onlar öz belə deyək də apardığı işlərdə öz dəstəyi versinlər. Və hesab edirəm ki, bugünkü məlumatım belə deyək də bu qrup əslində bizi nələrdən qoruyar və nələri bizə bəxş edə bilər. Əlbəttə, yetkili olaraq biz hamımız öz məsuliyyətimizi dərk etsək. Allah sizi qorusun. Təşəkkür edirəm əzizlərimiz. İnşallah növbəti çəkişlərdə sizi gözləyirik. Əzizlərimiz, əlavə olaraq bizim Lerikin inkişafına dəstək qrupunun Facebook səhifəsi mövcuddur. Ora qoşulun. Aparılan işlər haqqında orada sizə bir çox məlumatlar, faydalı məlumatlar var ki, siz onları görə bilərsiniz, videolara baxa bilərsiniz, rəy yaza bilərsiniz, like edə bilərsiniz ki, bu aparılan işlərimiz daha çox insanlarımıza, daha çox həmvətənlərimizə yetişə bilsin. Ümidvarıq bu dəstəyinizdə bizdən əsirgəməyəcəksiniz. Təşəkkür edirəm.